Salamlar. Bu videoda biz IPO haqqında qısaca danışacağıq. IPO ingilis dilində Initial Public Offering deməkdir. Initial ilkin deməkdir. Public ictimai və offering sözünün mənası təklifdir. IPO olunmuş şirkətlərin səhmini biz ala bilirik. IPO olunmamış şirkətlərin səhmini isə biz ala bilmirik. Yəni bir şirkət əgər IPO eləməyibsə, biz onun investoru, onun sahiblərindən biri ola bilmirik. Qısa fərq budur. Gəlin biraz daha ətraflı danışaq. Başlayaq özəl şirkətlərdən. Özəl şirkətləri biz hamımız onlarla tanışıq. Bunlar müxtəlif restoranlar ola bilər, müxtəlif avtosalonlar ola bilər. Sizin bərbərinizin biznesi belə özəl bir biznes hesab olunur və onun hissələri belə deyə ictimaiyyətə açıq deyil. Yəni mən gedib hər hansı bir bərbər biznesinin və yaxud da hər hansı bir avtosalonun hissəsini ala bilmərəm. Asanlıqla ən azından ala bilmərəm. Bəlkə onun sahibi ilə danışsam, o öz biznesinin müəyyən hissəsini, tutaq ki, 50%-ni müəyyən məbləğə mənə satar. Amma belə deyək, bu proses elə də asan da olmaz. Özəl şirkətlər heç də belə balaca bizneslər deyil. Dünyada dəyəri 100 milyardlarla ölçülən bəzi şirkətlər var ki, onlar da özəl şirkətlərdir. Məsələn, burada şəklini görürsünüz, SpaceX Amerikada dəyəri trilyon dollar ətrafındadır və o da özəl şirkətlərdən biridir. Açıq səhmdar cəmiyyət isə, açıq şirkətlər isə IPO olunmuş şirkətlərdir. Yəni, onlar müəyyən banklarla danışırlar, öz bizneslərini qiymətləndirirlər və başlayırlar öz şirkətlərinin səhmlərini, hissələrini ictimaiyyətə açmağa. Ona görə biz ilkin ictimai təklif dedik. Çünki onların səhmləri və hissələri ictimaiyyətə, müxtəlif insanlara, müxtəlif hətta şirkətlərə belə alıb satmaq üçün açıqdır. Məsələn, məşhur şirkətlərdən Nike var ki, açıq səhmdar cəmiyyətdir. Onların siz saytlarına gedib investor hissəsində onların maliyyə hesabatlarına tanış ola bilərsiniz. Onlar nə qədər pul qazanıblar, nə qədər nəqd vəsaitləri var, gələn illər üçün onların proqnozları necədir, bundan tanış ola bilərsiniz. Eləcə də məsələn Microsoft şirkəti, Google şirkəti, bu şirkətlər tanıdığınız əksər böyük şirkətlər, belə deyək, açıq səhmdar cəmiyyətlərdir, açıq səhmdar şirkətlərdir. IPO-nun önəmi nədir? Gəlin IPO-nun önəmini şirkət üçün, investor üçün və dövlət və ictimaiyyət üçün biraz açaq. Şirkət üçün IPO-nun önəmi odur ki, əlavə vəsait deməkdir. Şirkət öz səhmlərini ictimaiyyətə satanda bunun qarşılığında pul alır və bu pul təzədən biznesə yatırılıb, biznesin böyüməyində istifadə olunur. İnvestor üçün bunun önəmi nədir? İnvestor hər hansı bir şirkət tapa bilər və baxa bilər ki, onun bazar dəyəri onun düşündüyündən daha azdır və belə proqnoz edə bilər ki, bu dəyər gələcəkdə qalxacaq. O zaman həmin şirkətin səhmini almaqla həmin bu inkişafda, həmin bu böyümədə pay sahibi ola bilər. Dövlət üçün nədir bunun önəmi? Dövlət maraqlıdır ki, kapital ölkədə səmərəli şəkildə paylansın və o şirkətlər ki, dəyər qatır istər insanlara, istər digər şirkətlərə, onların bazar dəyəri qalxsın və bu proses üçün IPO önəmlidir. Çünki məsələn, biri var bir şirkətin bazar dəyərinin müəyyənləşməyində 2-3 insan iştirak edir. Bir də var ki, yüzlərlə, minlərlə insan və şirkətlər istifadə edir. Belə, IPO haqqında bu qədər. Gələn videoda görüşərik.